Bugün bir mövzu haqqında danışmaq istəyirəm. Adət döngülərinin vaxtında və miqdarında olan dəyişikliklər haqqında. Əgər sizdə menstruasiyada nizamsızlaşıbsa, adətiniz nizamsızlaşıbsa, miqdarında dəyişikliklər hiss edirsinizsə, deməli sizin orqanizmdə hər hansı bir dəyişikliklərin bu xəbərçisidir. Hansısa bu qadın orqanizmində olan hormonal iltihabi dəyişikliklərin ilkin xəbər edici əlamətləri ola bilər. Menstruasiyanın dövr və miqdarında olan dəyişikliklərə bir çox səbəblər təsir edə bilər. Bunlar hansı səbəblərdir? Hormonal disbalans, tiroid problemləri, polikistoz yumurtalıq, yumurtalıq və uşaqlıqda olan iltihablı proseslər, uzunmüddətli stress, yuxusuzluq, qidalanma pozğunluqları və kəskin arıqlama. Əgər bunlar sizdə varsa, vaxtında həkimə müraciət etmək, müayinədən keçmək, səbəbini dəqiqləşdirmək sizin gələcək sağlamlığı üçün atdığınız ən doğru addım olmuş olacaqdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.